Bu videoda sizə potensial müştəri yığmağın növbəti yolunu izah edəcəm. Hansı bir geyim və yaxud aksesuar mağazanız var. Satış üçün istifadə etdiyiniz daxili sistem var. Post sistemi, belə deyək, satış sistemi. Nə edirsiniz siz? Softunun WhatsApp API-larını inteqrasiya edirsiniz. Hər müştəri gəlib alış-veriş etdikdə ona bir profil yaradırsınız. Xarici ölkələrdə, hətta yerli şirkətlərdə də bəzilərində bunu eləyirlər. Yəni müştərilərə profil yaradırsınız, sonra müştərinin adını, soyadını soruşursunuz birinci dəfə alış-veriş etdikdə. Telefon nömrəsini qeyd edirsiniz. Adını, soyadını yazmasınız da olar. Yəni bunlar əlavə məlumatlardır, amma çox lazımlı məlumatdır. Doğum tarixini də qeyd edə bilərsiniz. Bunları qeyd etdikdən sonra müştərinin nömrəsini də alıb yazırsınız, WhatsApp nömrəsini və WhatsApp nömrəsini bir dənə təsdiq kodu göndərirsiniz. Müştəridən xahiş edirsiniz ki, OK yazsın, göndərsin. OK yazıb göndərdikdə artıq müştəri sizin ona WhatsApp üzərindən mesaj göndərmənizi verify eləmiş olur, təsdiq eləmiş olur. Bu şəkildə müştəri bazalarınız yığılır, datalar yığılır sizdə. Tutaq ki, müştərinin doğum gününü qeyd elədiniz. Belə bir kampaniyalar eləyə bilərsiniz. Müştərilər hədiyyələri sevirlər. İnsanlar yəni hədiyyələri sevirlər. Bir yoxlanış sistemi avtomatlaşdıra bilərsiniz. Tutaq ki, ad gününə 2 gün qalmış müştərilər. Ad gününə 2 gün qalmış müştərilərə 10% endirim kampaniyaları göndərə bilər. Onlara ad günü günlərində mağazaya yaxınlaşıb alış-veriş etməyə dəvət edə bilərsiniz. Siz inanın ki, müştərilər belə hədiyyələri çox sevir. Və qeyd elədiklərindən nə başa düşdük? Yəni siz hər bir satış elədiyiniz müştərini qeyd eləsəz, günlük 20-30 satış olunsa belə, yəni aylıq minlərlə nömrəlik potensial müştəri bazaları yığılar və gələcəkdə onlara toplu mesaj göndərərək, kampaniyalar göndərərək satışlar edə bilərsiniz.